Hər vaxtınız xeyir olsun. İmtahanla bağlı olan ümumi fikirlərinizi öyrənmək istəyirdik. Məncə çox belə orta asan səviyyədə idi. Belə riyaziyyat falan da çox rahat düşmüşdü əvvəldə. Sonları da rahat idi. Məncə düşünürəm ki, uşaqlar yüksək nəticə göstərə biləcəklər yəni. Yəni düşünürsünüz ki, 3 fənd arasında ən rahatı riyaziyyat sizə görə. Yəni mən təbii ki, kimin nəyi yaxşı oxuduğuna görə dəyişir bu. Və ingilis dilinin qrammatikası da çox rahat idi. Yəni düşünürəm ki, hamı yaxşı yazardı. Yəni əvvəlkilərə nəzərən daha nisbətən rahat düşürdü. Yəni keçən il də rahat idi. Bu il də düşünürəm ki, eyni səviyyədə belə rahat düşür. Hansı ixtisas qrupuna hazırlaşırsınız? Mən birinci qrupa hazırlaşıram. Bəli. Ən rahat, sizə ən sevimli gələn fənd hansıdır? Riyaziyyat, fizika. Hə, ona görə deyirsiniz riyaziyyat daha rahat. Hansı ixtisasa daxil olmaq istəyirsiniz? Hansı universitet, hansı ixtisas? Mən Ada Universitetini düşünürəm əslində. Data Science üzrə düşünürəm. Ada Universiteti. Bəli. Aydındır. Təşəkkür edirəm. Ümumilikdə bundan əvvəlki illərdə keçirilən buraxılış və qəbul imtahanları neçə bal toplayırdınız? Əsasən də buraxılış imtahanı. Yəni onlar çox rahat idi, yəni belə deyim. Yaxşı gəldi. Yəni neçə bal toplayırdınız təxmini? Yəni ortalama olaraq nə qədər bal toplaya bilirsiniz əvvəlki sınaq imtahanlarında? Əvvəlki imtahanlardan 240-250 belə gedirdi. Amma düşünürəm ki, bu əvvəlki imtahanlar daha çətin idi bu şeyə baxanda. Düşünürdüm ki, elə asan olacaq. Yəni gözləyirdim belə asan olmağını. Elə asan da oldu yəni. Uğurlar arzu edirəmsə, inşallah ki, istədiyiniz nəticəni toplayacaqsınız. Təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun. Hər vaxtın xeyir olsun. Hər vaxtınız. İmtahanla bağlı fikirlərinizi öyrənmək istədiyiniz necə keçdi? Özünüzü necə hiss edirsiniz hazırda? Rahat idi, belə riyaziyyat əsasən asan idi. O bir fənlərdə keçənkə nisbətən asan gəldi. Belə təəssürata qalsa stressad olmadı məndə. Olmadı. Xeyir olmadı. Rahat. Ən çox abituriyentlərin çətinlik çəkdiyi məsələ bu stres məsələsi. Bu siz hazırlaşmısınız yoxsa sadəcə imtahana özünüzü daha rahat hiss edirsiniz? Yox, uşaqlıqdan heç bir imtahanda sizə keçirməmişəm bu da belə. Hansı universitetdə hazırlaşırsınız? Hansı ixtisasa? Mən xaricdə hazırlaşıram. Ona görə buraya elə girmişdim. Özünüzü yoxlamaq istəyirsiniz. 9 mart tarixində növbəti buraxılış imtahanları keçiriləcək. Abituriyentlərə bununla bağlı nə tövsiyələr vermək istəyirsiniz? Əsasən qrammatika fikir versinlər ingilis dilindən. Azərbaycan dilindən də mətn üzərində çalışsınlar və riyaziyyat asandır. Asandır. Çox sağ olun, uğurlar arzu edirsiniz. Hər vaxtınız xeyir olsun. İmtahanla bağlı ümumi fikirlərinizi öyrənmək istədik. Necə keçdi? Necə gözlədiniz? Suallar gözlədiyiniz kimi idimi yoxsa necə? Düzünü desəm imtahanın mən bu qədər asan olacağını fikirləşmirdim. Yəni mən gözlədim bundan çətin olacağını fikirləşdim. Amma həqiqətən son günlərdə təkrar nəticəsində gördüm ki, həqiqətən mənə kömək oldu. Çox asan gəldi suallar mənə. Ən asan düşündüyünüz hansı fənd oldu? Ən asan ingilis dili düşmüşdü. Ondan sonra Azərbaycan dili qəşəngdir. Riyaziyyatda bir-iki dənə suallar belə çətindir, amma onların ötəsinə gəldi. Yəni belə düşünürsünüz ki, sizin hazırlıqlarınızda əsasən ötənkilərə nəzərən daha rahat düşmüş. Bəli, çox rahat. Ümumilikdə hansı ixtisasa hazırlaşmaq istəyirsiniz? Ümumiyyətlə biznesin idarə edilməsi. Hansı universitetdə? Bakı Dövlət Universiteti. Sınaq imtahanlarında necə bal toplayırdınız? Sınaq imtahanlarında 250, 260 arası. Bəli. 260. Gözləntiniz nə qədərdir hal-hazırda? İnşallah bu imtahanda əgər gözləntilərim səslənsə 260-270 gözləyirəm. Uğurlar arzu edirik. Ümid edirik ki, qəbul imtahanları yüksək olsun. İnşallah. Sağ olun. Hər vaxtınız xeyir. İmtahanla bağlı ümumi fikirlərinizi öyrənmək istədik. Yəni hansı suallar, hansı səviyyədə idi? Sizə görə hansılar rahat idi, hansı fən rahat idi? Hər vaxtınız xeyir olsun. İmtahan yəni ki, sənin kimi olmaq üçün yəni asan çıxışları çətin düşmüşdü. Yəni oxuyan yazdı, yəni oxuyanlar, yəni yazanlar belə. Sizə görə daha çox hansı fən nisbətən rahat idi? Riyaziyyat lazım. Riyaziyyat hazırlaşırsınız. Hansı qrup hazırlaşırsınız ki? İkinci qrup. Hansı ixtisasa girmək istəyirsiniz? Hansı universitetdə? Belə deyək də, günədək topladığınız ballar necə olurdu sınaq imtahanlarında? Sınaqda bax 200-lə 100-dən sonrası, bu vaxtda 200-lər. Bəs bu buraxılış imtahanında gözləntiniz nədir? Neçə bal civarında? 200, hardasa 200. Aydın. Təşəkkür edirik, sizə uğurlar arzu edirik. Hər vaxtınız xeyir olsun. İmtahanla bağlı ümumi fikirlərinizi öyrənmək istədik. Necə keçdi, nətər oldu? Ümumiyyətlə imtahan belə asan idi. Az dili qrammatikası çətin, mətnlər asan idi. Riyaziyyat da normal. İngilisi də asan idi. Sizə görə hansı fən nisbətən daha çətin idi, hansı fən daha asan? Nisbətən daha çətin olan az dilin qrammatikası idi. Azərbaycanda bəli, başa. İmtahan gedişatında belə deyək, adidən abituriyentlərin çətinlik çəkdiyi məsələ stres məsələsidir. Sizdə necə oldu bu fəsil? Mən o stresə qalib gəldim və sonradan hədəfimə nail olmaq üzrə 250-dən daha çox gəldi. Ümumi sınaq imtahanlarında nə qədər toplayırdınız? Ümumi sınaqlarda 200-210 verir. Cavab kartına köçürülmədən hər hansı bir çətinlik çəkmədi, çünki adidən uşaqların həmişə sürüşdürmədə problem yaşayırlar. Həyəcan da yox idi, yoxsa? Həyəcan var idi, prosta ekstra diqqət lazım idi, ona görə də ekstra düşdü. Sınaq imtahanlarında ümumilikdə neçə bal toplayırdınız bu nə qədərki mərhələlərdə? Buna qədər ki, mən 210, 220 yemişəm, ancaq heç 250 keçirəm. İnşallah bu dəfə yığarsınız. Çox sağ olun. Hansı qrup hazırlaşırsınız? Üçüncü qrup. Hansı ixtisas?
Universitet prezident kandidati çəkilməsidir istəyirəm. İxtisas olaraq Beynəlxalq münasibətlər, Afrika. aydındır. Bundan belediyədə növbəti imtahanlarda 9 martda növbəti buraxılış imtahanlar keçiriləcək. Abituriyentlərə tövsiyəniz nələr olacaq? Abituriyentə tövsiyəm odur ki, əzmlə çalışsınlar və məqsədlərinə nail olacaq. Aydın. Çox sağ olun, uğurlar arzu edirəm. Çox sağ olun. Təşəkkür edirəm. Hər vaxtınız xeyir olsun. İmtahanla bağlı ümumi fikirlərinizi öyrənmək istədik. Hansı fənlər sizə nisbətən daha rahat idi, hansılar çətin idi? Hər vaxtınız xeyir. Ana dili qramdır, çətin biraz. Riyaziyyat ancaq asan deyil. Asan. Ümumilikdə istifadelərə asan. Yəni orta çətin, asan suallar arasında orta belə başa düşürəm. Daha çox təşkil edir. Hansı fən daha çox sizə rahat gəldi? Ümumilikdə o üç fənlər arasında. Ana dilinin mətn. Mətn hissəsi daha rahat. Hər tərəfi yaxşı. Hansı ixtisas qrupuna hazırlaşırsınız? Birinci qrup inşaat memarlığı. Azmi Üniversiteti belə. İxtisasınızda memarlıq ixtisası. Ümumilikdə bu imtahana qədər olan sınav imtahanlarında iştirak etmişdiniz yəqin. Hansı bal aralıqlarına toplayırdınız? Belə 100 üzərində falan. Aydınlığı uğurlar arzu edirəm. İnşallah yüksələcək. Çox sağ olun.